Buyurun Pərviz bəy. Salamlayıram hər kəsi, axşamınız xeyir. Mən bugün fərqli bir mövzudan danışacağım. İndiyə kimi bizə pompalanan, qərbdən gələn LinkedIn olsun, SKRM olsun, CIPD olsun, Hey Group olsun, onlardan yox, özümüzdən danışmaq istəyirəm. Ona görə belə mövzunun adı Qərbin rəqabəti və Şərqin harmoniyası. Bu mövzuya niyə başladım? Keçən ilin sonlarında daha doğrusu bu ilin sonlarında bir səfərimiz olmuşdu Türkiyəyə. Deməli, Galata Port layihəsini gördük. Bu, hardasa 1,7 milyard dollarlıq bir layihədir və xaricilər bunu 7 il, 5 il kimi bir proqnoz vermişlər bunun tikintisinə və türklər bunu 3 ilə tikdi. Mən həm PMP almışam, həm də IPM-in B kategoriyalı Senior Project Manageriyəm. Anındaca layihə ilə tanış olmaq istədim və layihənin addımlarını soruşdum. Memar dedi ki, nə layihə? Biz burada heç bir sistem izləmədik. Burada heç bir sistem yox idi. Dedim, necə tamamladınız? Dedi, harmoniya ilə. Harmoniyaya başa düşmək istədim. Adamlar dedi ki, bura tarixi bir məskən idi, uzun müddət belə deyim də aşınmışdı və məhv olmaq üzrə idi. Biz dənizin içinə girməli idik. Ona görə də bununla sistemlə yox, harmoniya ilə yanaşmaq lazım idi. Xüsusi titizlik, canlı orqanizm kimi yanaşmaq lazım idi. Və biz burada baxdıq ki, tülküləri qabağa verməliyik. Soruşdum, tülkülər kimdir? Dedi, adətən mühəndislər kirpidir, ancaq düzünə gedirlər. Tülkülər isə HR-lardır. Dedim, fərqi nədir? Dedi, HR-lar bütün sahələrdən xəbərləri var. Bütün işçilərdən xəbərləri var. Maliyyədən də bilir, marketingdən bilir. Buna görə bizim HR-ları qabağa verərək bu işi qısa müddətdə tamamladıq. Maraqlıdır ki, sabah gün yeni bir layihə getdik. Üsküdarda Çamlıca Tower. Burada da böyük bir layihədir. İdeya. Belə gənclərdən gəlib, Türk kəndlərindən gəlib ki, İstanbul şəhəri çox çirklənib, hər yerdə antinalardır. Bəlkə bunları yığaq. Necə yığaq? İstanbul 7 təpədən ibarətdir. Ən böyük təpəsi Üsküdardadır. Onun üzərində antina, yəni Çamlıca Tower inşa etməyə başlayıblar. Və 7 bu layihə dayanıb, xarici mütəxəssislər bir türlü tamamlayamayıblar. Türk mühəndislər götürüb, məntiqin əksinə, qeyri-səlis nəzəri ilə yuxarıdan başlayıblar. Kabinələr yığıb, yuxarıdan aşağı salmağa və bütün antinaları yığıb, Türk bayrağı tikiblər. Hər bir Türk bayrağı da İstanbulda gördüyünüz, o da bir, belə deyim, antinadır, səs dalğa ötürücüdür. Burada da harmoniya gördüm. Üçüncü gün yenə maraqlı bir şey oldu. Biz Boğaziçi Universitetinə girdik. Ərazini gəzdik. Orada Rumeli Hisarı var. Rumeli Hisarı ilə tanış olduq və Boğaziçi Universiteti necə qurulub? Bu dərəli təpəli yerdə. Adam danışdı ki, Amerikan və İngilis mütəxəssislər bir araya gəlirlər, hay götür qoyurlar, necə tikək? Layihə bir türlü bitmir planlaması. Axırda biri deyir ki, Fatihin üsulu ilə gedək. Fatih neyniyib orada? Fatih İstanbulun fəthindən əvvəl orada Rumeli Hisarını tikib və bunu necə tikib? Bir HR Mind ilə tikib. 3 vəzirini çağırıb, deyib ki, üçünüz də bir qala tikməlisiniz. Hansınızın bu qalası sağlam olsa davamçım olacaq. Və qıraqdan bunlara tapşırıq verərək, hər gündə kontrol edərək, mentor kimi baxıb. Və 3 qalan 3-ü də 4,5 aya tikilib. O sürət bunların marağına səbəb olur ki, bunlar necə sürətlə tikiblər və necə sağlam tikiblər. Amerikanlılar və İngilislər birlikdə bu qərarı verirlər. Civar köylərdə var Rumlar, Ermənilər və Türklər. Hər üçünə söz verirlər ki, buranı tikirsiniz, kim yaxşı tiksə, Robert Kollecinin idarəsini ora verəcəyik ki, Robert Kolleci daha sonra Boğaziçi Universiteti olub və ən incə işi Rumlar görür, ən gözəl işi Ermənilər görür, ən sağlam binaları isə Türklər tikdiyi üçün oranın idarəsini veriblər Erməni və Türklərə. Burada da mən yenə də harmoniya gördüm. Fərqli millətlərin, kültürlərin və bu səbəbdən başladım biraz daha araşdırmağa. İnsan yalnız işləndir, demək ki, dəyər daşıyan varlıqdır.
bizim, Allah rəhmət eləsin, Zəfər günü də yaxınlaşır, bizim şəhidlər vətən uğrunda canlarını verəndə onlar heç bir maddiyyat güdmürdülər. Şan şöhrət də güdmürdülər. Onlar canlarını bir dəyər üçün fəda etdilər. Demək ki, insan dəyər daşıyan varlıqdır. Bunun üstündə düşünmək lazımdır. Ona görə də ruhun işığında insanı anlamaq lazımdır ki, insan nə istəyir. O yaxdan dəyərlərdən danışdıq. Dəyər kiməsə bir xeyir verməkdir falandır. Amma bəzən elə olur ki, uşaq bir konfet istəyir. Amma anası bilir ki, o konfet onun üçün ziyandır. Onu verməməklə, onu əslində dəyərsiz eləmir, pislik də eləmir. Bəzən iş yerlərində də HR-dan gözləntilər olur ki, mən nə vaxt rəis olacağım, mən nə vaxt vəzifəyə yüksələcəm. Bəlkə də ananın uşağından konfeti gizlətməsi kimi vəzifəni ondan gizlətmək lazımdır. Girişə gələk, Şərq və Qərbin paradoksundan danışmaq istəyirəm. Qərb bilirik ki, elmin, texnologiyanın, sistemin və gücün təmsilçisidir. Şərq isə mənəviyyat, dəyərlər, ailə və harmoniyanın mərkəzidir. Qərbin əsas dəyərləri rəqabətdir. KPI-lardır, uğurdur. Şərqdə isə bu yoxdur. Şərqdə birlik, sevgi və mənəvi harmoniya var. Avropada və Amerikada çox eşitmişsiniz, luzerlər, uğursuz insanlar. Şərqdə isə luzer anlayışı yoxdur. Bacarıqsızlar neynirlər? Himayəyə götürürlər. Ona görə də Şərqə biraz da yüklənmək istəyirəm. Qərbin rəqabəti və Şərqin harmoniya dəyərlərində Qərbdə HR, performans və ölçülə bilən nəticələrə əsaslanır. Şərqdə isə əsas onun mənəvi dəyərləridir. Çünki biz insanı sertifikatlarına görə, diplomlarına görə, CV-də yazılanlara görə işə alırıq. Çox vaxt əxlaqi dəyərlərini qaçırırıq. Onun ailəsi ilə münasibətləri, ətrafı ilə münasibətlərini çox vaxt əvvəlki şirkətlərdən referans tələb etməklə ötüşdürürük. Sonra komandada nə yaranır? Toksit mühit yaranır və yaxud adamın əxlaq cəhətdən problemlər yaranırsa, bütün şirkətə təsir edə bilir. Ona görə də Şərqdə həmişə qızımıza ər seçərkən nəyə baxırdıq? Onun referanslarını özü necə aparır, ailəsi ilə necədir? Eləcə də biz şirkətlərə öz ailəmiz kimi baxırıqsa ki, elə baxmalıyıq, mən düşürəm, Şərq bunu tələb edir. Və orada da onun etik, əxlaqi münasibətlərinə də baxmalıyıq ki, bu adamın daşıdığı dəyərlər nədir? Yalnız onun sertifikatı, diplomu işə yaramır. Qərb deyir ki, sənin diplomun olsun, sertifikatın olsun, qalan şeylər mənim üçün maraqlı deyil. Cinsin, əxlaqın. Toyota menecment sistemi baxsaq, Yaponlarda, Şərq deyir, diplomun və sertifikatın işə yaramaz. Sənin sədaqətin olsun, əxlaqi dəyərlərin olsun, qalan şeyi mən öyrədərəm. Ona görə də Qərb hər şeyə sistemli yanaşır, amma ruhunu, insan ruhunu bəzən itirir. Şərqdə isə mənanı qoruyur, amma sistemsizlikdən əziyyət çəkir. Sistemsizlik ilə, harmoniya ilə yola verməyə başlayır. Baxırıq Şərqə, Şərqdə psixoloqlar olmayıblar. Şərqdə müdrik insanlar olub və ağsaqqal kultu olub. İnsanlar problemi olanda ağsaqqallar, belə deyim, yaxınlaşıblar. Şirkətlərdə də bu ağsaqqalları mentorlar əvəz etməlidir. İnsanlar problemlərini psixoloq almaqla işə yox, doğru mentorlar seçməklə həll etmək olar iş yerində də. Konfusius belə deyirdi ki, əgər sən xalqa xidmət etmək istəyirsənsə, əvvəlcə öz qəlbini saflaşdır. Yaxtaları, xarici dövlətlərdə, müxtəlif yerdə evləri, villaları, pul, zibil kimi. Amma gecə gündüz ölür. Deyir, hər şeyin dadına baxmışam, amma boğuluram. Və sinəsi ağrıyır. Ona başa saldım ki, necə ki, şərqlər deyir, göyün 7 qatı var. Yerin də 7 qatı var. İnsan bədənində 7 qatı var, 4-cü qatda ruh yerləşir. İnsan çox vaxt deyir, ürəyim ağrıyır, ürəyin ağrısı 3-4 dəqiqədən çox çəkə bilməz. Ya ölməlidir, ya düzəlməlidir. Günlərlə ağrıyırsa, demək ki, onun ruhu ağrıyır. Amma oradan hər gün çıxıb, Yaşıl Teatrın yanında parklamaya gedəndə bir qoca dayı görürdüm orada, yolu təmizləyirdi. Həmən dayıdan soruşmuşum, dayı necəsən? Deyir, çox sağ ol oğlum. Bir gün soruşdum ki, nə qarırsan? Dedi, haqqa xidmət eləyirəm. Dedim, haqqa xidmət eləyirsən? Dedi, hə. Dedim, necə xidmət eləyirsən? Dedi, bala, hər gün gedib gəlirsən, istəyirsənmi bura natəmiz olsun? Dedim, yox. Dedi, yolu təmizləyirəm də.
Sonra o yuxarıda dedi bir məscid var, insanlar ibadətə gedir. Oranı təmizləyirəm. Deyirəm, bu sənə nə verdi? Xoşbəxtlik. Çünki mən işimdən insanlara fayda verdiyimi düşünürəm. Nə qədər əmək qalsan dedim, dedi 280 manat. Söhbət 2017-ci ildən gedir. 280 manat alsan, xoşbəxtsən, bəs necə dolanırsan? Dedi, qızımı da oxuduram, cibindən kitab çıxartdı ki, kitab almağa da pulum qalır. Orada mən 2 dənə təzad gördüm. Bir insan maddi cəhətdən çox güclü, imkanı həddən artıq çox, digəri isə maddi cəhətdən aşağı da olsa çox xoşbəxt, daha zəngindir. İş yerlərində insanları yalnız maddi mükafatla, pulla motivasiya etmək olmur. Onlara biz dəyərləri aşmalıyıq, amma doğru dəyərləri aşamalıyıq ki, onların bağlılığı, iş yerinə bağlılığını artıra bilək. Heykəl liderləri üçün bu Konfutsiyon ideyaları o deməkdir ki, insan yalnız əmək deyil, həm də mənəvi varlıqdır, bunu dərk etsinlər. Və insan resursları sadəcə idarəçilik deyil, dəyərlərin qorunması və yayılmasıdır. Bayaq HR'ın dəstək, yoxsa strateji olduğunu müzakirə edirdik. HR stratejidir, çünki şirkətin bütün kritik pozisyonlara HR təyin edir. HR departamenti təyin etməsə belə, şirkətin təsisçisi varsa, o yüklənir bu pozisyonu. O HR-ın zəifliyidir ki, o yerinə yetirənmir, onun əvəzinə təsisçi və yaxud CEO. Amma yenə də o biznesi məqsədlərinə çatdıran kimdir? HR-dır. Sadəcə bu funksiyanı çox vaxt HR əldən verib CEO-ya ya təsisçiyə. HR bunu özü yerinə yetirsə, CEO və ya təsisçi bundan əl çəkəcək. Konfutsiy başqa nə deyirdi? Ən birinci, əla insan yetişdirin. Biz müəssisələrimizdə bağlılığı yaratmaq üçün, cəmiyyətə fayda vermək üçün, şirkətimizə fayda vermək üçün şirkət içində insan yetişdirməyə baxmalıyıq. Konfutsiy bunu Renli Xiao deyirdi, yəni insanlıq, ədəb və vəfalı. Əla insan yetişdirin, mənasız rəqabəti yox, harmoniyanı təbliğ edin və ağsaqqallara hörmət edin ki, onlar biliyin qapısıdır. Biz onlardan nələrsə öyrənə bilərik. Başqa bir Rabindranath Tagore'dan misal gətirmək istəyirəm. Rabindranath Tagore Nobel mükafatı almış ilk şərqlidir. O deyir ki, torpağa çəkiclə zərbə vurmaqla toz qaldıra bilərsiniz. Məhsul götürənməz. Məhsul götürmək üçün nə etmək lazımdır? Onu sığallamaq lazımdır. Əkib, beçib, şumlamaq lazımdır. Ona görə də mədəniyyəti insan ruhunun ifadəsi kimi görürdü və insan resurslarının idarə edilməsində yalnız iş prosesləri deyil, həm də ki, insanların daxili aləminin kəşf edilməsi ilə yanaşırdı ki, onların daxili aləmlərini də kəşf edin. Əməkdaşın potensialı onun ruhani rahatlığından irəli ortaya çıxır ki, dediyim kimi, Aznefdəki rəhbər və sosial işçi olan təmizlikçi dayı. Hansı daha zəngin idi belə baxanda, ruhu hansı rahatdırsa o. Tam insan axtarışından başqa bir şey deyim. Xoşbəxtlik əsasən AI-da deyil, rəqəmsal inkişafda deyil. Xoşbəxtlik çox sadədir. Bəzən insanın ailəsi ilə, uşağı ilə çaya gedib, qayıdınca onun yaş saçlarını mehin oxşaması çox böyük xoşbəxtlikdir. İnsanlar çox zaman bunun dəyərini bilmir. İnsanlar çox zaman rəqəmlərdən, rəqəmsal həbsxanalardan içində oturub özlərini məhv edirlər. Zəiflik, axırıncı yaşımda deyir ki, Kərbəlayı, 5 parmağın 5-i də eyni olmaz. Bütün insanlar eyni olmaz. Biz insanları siniflərə doldururuq, maarifləndiririk güya. 6 yaşında uşaqlara. Amma qutarından sonra hamısı adam olurlarmı? Və yaxud, əvvəl cahil oğrular var idi, indi oxumuş, çox profesional oğrular var, hakkerlər, dövlət məmurları. Demək ki, oxutmaq da çözüm yolu deyil. İnsanın ruhuna toxunmaq lazımdır. Ona görə də şirkətlər, əsasən də HR-lar məna istehsal etməlidirlər. Bizim şirkətdə də müxtəlif layihələrimiz olub, çalışmışıq ki, onları məlanlandıraq. Məsələn, FIL layihəmiz var idi, fəhlədən inkişaf layihəmiz. DIV layihəmiz var idi, davamlı inkişafdasan var isim. Alim layihəmiz var idi, Araz Logistika İnkişaf Mərkəzi. Yüzlərlə belə layihələrimiz var ki, yüzlərlə atdım, onlarla belə layihələrimiz var ki,
Biz məlanlandırmaqla insanlara toxunuş etmək istəyirik ki, məna insanı daha zəngin edir, daha bağlı edir. Nəinki maddiyyat. Şərq ruhunda HR strategiyasından biraz da danışsaq, insan mərkəzli yanaşma bayaqdan qeyd olundu. Lazımdır, harmoniya lazımdır, mənəvi liderlik lazımdır və uğur yalnız nəticə ilə deyil, dəyərlərlə ölçülməlidir. Bəs necə inkişafa nail olaq? Qərb də var, şərq də var, Azərbaycanda ikisinin ortasındadır. Təklifləyərdim ki, qərbin sistemini, şərqin ruhunu birləşdirmək lazımdır. İnsan resursları gələcəyin körpüsüdür. Nə qədər AI ortaya çıxsa da, insanlar əsas körpü rolundadır burada. Müqəddəratı insan qərar verəcək necə olsun və insanları inkişaf etdirməkdə insan resursları departamenti, insan resursları funksiyası əsas gələcəyin körpüsüdür. Texnologiyanın soyuqluğunu insan ruhunun istiliyi ilə birləşdirməlidir. Qərb bizə mexanizmlərə öyrətdi, şərq isə mənanı. Əsl inkişaf bu iki dünyanın harmoniyasından ibarətdir. İnsanı anlamaq ən böyük elmdir, ona dəyər vermək isə ən böyük mədəniyyətdir. Yekun olaraq bildirmək istəyirəm ki, HR harada daha dəyərlidir? Cavab ya da deyil, həm dədir. Amma mən daha çox şərqə üstünlük verərdim. Qərbin gücü onun sisteminin yanaşmasında olsa da, Qərbin mədəniyyəti cəzalar üzərində qurub. Şərqin mədəniyyəti vicdan üzərində qurulub. Qərb mədəniyyəti yüksək cəzalarla çatıb. Tarixə baxsaq 5000 illik insan tarixinə güc, mədəniyyət həmişə şərqdə olub. Qərbə verdi 150 il şərq öncülüyü. Qərb ancaq texnoloji inkişaf əldə etdi. Amma bütün dəyərləri itirdi. Ailə dəyərlərinə saldırdı. Valideyn dəyərlərinə saldırdı. Ağsaqqal dəyərlərinə saldırdı. Bizim hər hansı bir rayonda qocalar evi yoxdur. Avropanın istənilən şəhərində 40-50 qocalar evi var. Bizim hələ çox şeyi itirməmişik, ona görə daha şanslıyıq. Tövsiyəm də budur ki, şərqi özümüzü unutmayaq, özümüzə qaydayaq. Biz daha güclüyük və sizi düşündürmək üçün bu mövzunu seçdim. Təşəkkür edirəm. Çox sağ olun Pərvizan. Sizə bir qısa sualım var. Orada qeyd etdiniz ki, insanı anlamaq elmdir. HR işçiləri nə qədər anlamalıdır? Çox. HR-ın elə əsas funksiyası işçiləri Necə eləyir onu? Empatiya nə üçündür? Onu təşkil eləməlidir. Əsas HR-ın səriştəliyindən ilki empatiyadır. Baxın, Adəm və Həvva cənnətdən qovulur. Adəm anamız atılır Hindistana, Həvva anamız. Adəm atamız Məkkəyə. Məkkəyə baxın, kişiləri gözəldir, amma çobuddur. Qadınlar da çobuddur. Amma Hindistana baxın, mistika oradadır. Empatiya oradadır. Olan qadınlar daha gözəldir. Hətta kişiləri gözəl olanda qadına oxşayır. Bütün empatiya, mərkəz, mistika Hindistandadır. Çünki Həvva anamızın toxunuşu var, Məkkədə isə Adəm. Onları Ərafatda bir araya gəlsə də, baxırıq ki, empatiyada dərinləşmək HR-ın ən əsas funksiyalarındandır ki, insanı anlamaq lazımdır. Çox sağ olun, təşəkkür edirəm.